Salam. Ağırlıq qüvvəsi bölməsində ümumdünya cazibə qanunu mövzusunun testlərinə baxaq. Birinci sual, ümumdünya cazibə qanunu düsturu F bərabərdir G vur M1 M2 böl R kvadratı D variantı. İkinci, yenə ümumdünya cazibə qanunu düsturu soruşulur. Və burada R'lər arasında heç bir fərq yoxdur. Yəni R məsafədir. Üçüncü sualda qravitasiya sabiti. Buradan F'i tapanda, J'ni tapanda J bərabərdir F R kvadratı bölü M1 M2. Dördüncü sualda qravitasiya sabiti ədədi qiymətcə aralarındakı məsafə 1 metr və hər birinin kütləsi 1 kiloqram olan iki cisim arasında cazibə qüvvəsinə bərabərdir. Bu qravitasiya sabitinin tərifidir. Beşinci sualda ümumdünya cazibə qanununa görə F bərabərdir G vur M1 M2 bölək R kvadratı. Yəni F mütənasibdir, R kvadratı ilə tərs mütənasibdir. Deməli, məsafə 2 dəfə azaldıqda 2'nin kvadratı 4, amma tərs olduğuna görə 4 dəfə artır. Və yenə də 6-cı sualda F mütənasibdir. R'in kvadratı ilə tərs mütənasibdir və məsafə 4 dəfə artdıqda 4'ün kvadratı 16 və 16 dəfə azalır. E variantı. Və 7-ci sual. İki cisimdən hər birinin kütləsi 3 dəfə azalıb, məsafəni 3 dəfə artırsaq. Yəni F bərabərdir G vur M1 M2 böl R kvadratı. F yəni M1 M2 hasili ilə düz, M1 vur M2 hasili ilə düz, məsafənin kvadratı ilə tərsdir. Yəni F mütənasibdir, hər birinin kütləsini 3 dəfə azaldıb. Yəni 1 əvvəl götürsək 3 dəfə azaldı oldu 3'də 1. Məsafənin kvadratını 3 dəfə artırsaq 1 böl 3'ün kvadratı. Gördüyümüz kimi isə 1 böl 81, yəni 81 dəfə azalır. 8-ci sualda hər birinin kütləsini 2 dəfə artıb, məsafəni 2 dəfə azaltsaq. Yəni F mütənasibdir, M1 vur M2 hasili ilə düz, məsafənin kvadratı ilə tərs, F mütənasibdir. 2 dəfə artıb, 2 vur 2 vur, 1 böl 2'nin deməli, məsafəni 2 dəfə azaltsaq 1 böl 2'də 1'in kvadratı. Yəni məsafə onsuzdan məxrəclidir və 2 dəfə azaltdıq 2'də 1 oldu. Bu 4 olur. 2 vur 2 vur 4 və 16 dəfə artır. Qravitasiya sabitinin vahidi Newton metr kvadratı bölü kiloqram kvadratıdır. Qravitasiya sabitinin əsas vahidləri ifadəsi metr kub bölü kiloqram saniyə kvadratıdır. Burada M1'imiz M'dir. Buna 1 deyəcəm, M'ə 1 deyəcəm, 2M'ə 2 deyəcəm, 4M'ə 4 deyəcəm. Yəni M1'im M'dir. Buna 1 M deyirəm, M2'im 2M'dir. Buna 2 deyirəm və M3'üm də 4M'dir. Buna 4 deyirəm. Aralarındakı məsafə 2 bölgüdür. Aralarındakı məsafə 4 bölgüdür. M1 ilə M2'nin arasında qarşılıqlı təsir qüvvəsi F1 bərabərdir G vur M1 vur M2 böl R1 kvadratı deyək buna. Bu da yəni G hər ikisində olduğu üçün G'ni heç yazmıram. G ümumi düsturda var. M1'im də 1'dir, M2'im də 1'dir. Bölək məsafəm 2'dir. 2'nin kvadratı, M1'in 1'dir, M2'im 2'dir. 2 böl 4, bu 2'də 1'dir. Burada da 1 ilə 2 arasında qarşılıqlı təsir qüvvəsi F adlanır. Yəni bu F'dir. Bir sözdən F elə bil 2'də 1 ilə mütənasibdir. İndi isə F2 bərabərdir G vur M2, M1 vur M3 bölək R2'nin kvadratına. Yəni bu mütənasibdir. 1 vur 4 böl 4'ün kvadratı. Bu da ixtisara gedəndə 4'də 1 edir. Əgər 2'də 1'imiz F'dirsə,
2'də 1'imiz f adlanırsa, onda 4'də 1'imiz 2'də 1 vur 2'də 1 olduğu üçün, yəni 2'də 1'imiz f adlandığı üçün elə 2'də 1 f olur. F bölü 2 olur. Cevapta olur f bölü 2. C variantı. Və məsafə 2 dəfə artdıqda qüvvət 4 Newton azaldı. 3 Newton azaldı. Bilirik ki, məsafə 2 dəfə artdıqda qüvvət 4 dəfə azalır. Artıq bilirik bunu. F bölək 4. Yəni bizə əvvəlki qiyməti soruşulur və 3 Newton azalır. Bərabər F çıxar 3'ə. Deməli, onda hər tərəfə 4'ə vursa, F bərabərdir 4 vur F çıx 3. F bərabərdir 4F çıx 4 vur 3 12. 12 bərabərdir 3F'ə. 12 bərabərdir 3F'ə. 3F. F isə edir 4. Yəni əvvəl 4 Newton idi. 4 Newtondan 3 Newton çıxanda 1 Newton qalır. Bu arada qüvvət 4 dəfə azalır. Çünki məsafə 2 dəfə artdı. Bu məsələ bir balaca şagirdlərdə 13-cü sual çətinlik yaradan məsələ tipidir. Burada əvvəlcə toxunan kürələr R radiuslu idi. Sonra 2R radiuslu oldu və sıxlıqları eynidir. Polad söhbəti var. R və 2R. 2R. 2 kürənin ümumiyyətcə həcmi 3'də 4 pi kubu düsturundan tapılır. Onda kütləsi 3'də 4 pi rho r kubu olur. Və F belə deyək mütənasibdir M1 M2 hasili ilə düz bölək R kvadratı ilə tərs. Gördüyümüz kimi kürələrin burada, yəni qısa yolla getsək, kütləsi radiusun kubu ilə mütənasibdir. R kubu vur R kubu. Mərkəzlər arası məsafə isə radiusdan düzdür və bu da kvadratı var. Məsafənin kvadratı olur R kvadratı. Nəticədə R üstü 6 bölək R üstü 2, R üstü 4 alınır. Yəni F mütənasibdir R üstü 4 ilə. Və R radiusluya F qüvvəsi təsir edirsə, 2R radiusluya 2'nin üstü 4 bərabərdir 16. F qüvvəsi təsir edir. 14-cü sualda isə R radiusluya F qüvvəsi təsir edirsə, R bölü 2 radiusluya, yəni 1 bölü 2 məxrəcdə üstü 4, 1 bölü 16 F qüvvəsi təsir edir. F bölü 16 və bu 15-ci sualımızda deməli bu Newtonun 3-cü qanununa görə bu qüvvələr qiymətcə bərabər istiqamətcə əksdir. İki cismin qarşılıqlı təsir zamanı qüvvələr modulca bərabər olub istiqamətcə əks. Cismə təsir edən qüvvələr. Deməli burada gedir 5-ci cismə təsir edən qüvvələr qiyməti. Bu zaman asılı olur. Bu cismin kütlələri ilə asılı olur. Düz mütənasib asılı olur. Bu zaman deməli cismə təsir edən iki cisim arasında qarşılıqlı təsir zamanı kütlələri ilə cisimlərin təcilləri kütlələri ilə tərs mütənasib asılı olur. Deyə bilərik. Təcilləri kütlələri ilə tərs mütənasibdir. 3, 4. Məsələn, şəkildə göstərilmiş iki cisim arasında qavitasiyayla qarşılıqlı təsir zamanı birinci cismə təsir edən qüvvə sağa, ikinci cismə təsir edən qüvvə isə sola yönəlmişdir. Qravitasiya qüvvəsi cisimlərin kütləsindən düz mütənasib asılı olsa da 6, cisimlərin təcilləri kütlələrindən tərs mütənasibdir 4. Deməli 5, 3, 4, 2, 1, 6, 4, 5, 3, 4, 5, 3, 4, 2, 1, 6, 4 C variantı. Diqqətinizə görə minnətdarım. Ümumiyyətcə bu yerinə açar sözləri yerinə qoymaq tipli test bu
kurikulum qaydası tətbiq olunandan sonra hazırlanmışdır. 2019-cu ildən sonra, yəni mütəmadi olaraq test toplarında var, amma qəbul imtahanına, yəni fizikadan qəbul imtahanına düşməyib indiyə kimi. Bir balaca çaşqınlıq yarada bilir bəzən, çünki sözlərdə yəni oxşarlıq olur. Yenə də diqqətli olmaq tələb olunur. Diqqətinizə görə minnətdaram.